İndi isə belə bir suala baxaq. Bu sual əslində riyaziyyat fənnində də görülən bir sualdır. Həmçinin informatika fənnində də çox tez-tez istifadə olunan bir sualdır. Deyilir ki, 2, 3 və 4 rəqəmlərindən neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Burada diqqətimizi çəkən odur ki, müxtəlif sözü var. Ancaq ki, biz burada səhv etməməliyik. Yəni müxtəlif rəqəmli başqa şeylərdir. Müxtəlif rəqəmlidirsə əgər, yəni rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəddirsə əgər, biz deməli 3 dənə 4 bucaq seçəsiyik ki, yəni axı 3 rəqəmli ədəd deyir. Hər bir xana bir ədədin bir rəqəmini ifadə eləyir. Burada birinci ədəd 2, 3, 4-dən yalnız 1 ola bilər. Ona görə burada 1, 2, 3 dənə ehtimal var. Ancaq müxtəlif rəqəmli desəydi əgər, burada məsələn 2, 3, 4-dən tutaq ki, mən bura 2-ni qoydum. Deməli 1 atılır, qalır bura 2 dənə. 2 dənədən tutaq ki, 3-ü qoydum. 3 də atıldı, bura qalır 1 dənə və bunlar vurulur. Və nəticə 6 olur. Ancaq burada biz 6 cavabını götürmürük. Çünki niyə? Burada müxtəlif rəqəmli demir, müxtəlif deyir. Yəni ki, burada 226, 228, yox, səhv yazdım bir dəqiqə, 6 rəqəm yoxdur ki, 224, 234 tutaq ki. Bu rəqəmlər nə olsun ki, burada 2 təkrarlanıb və yaxud 233 olsun. Nə olsun ki, burada 3 təkrarlanıb. Əsas odur ki, bu ədədlər bir-birindən fərqlidirmi? Bəli, müxtəlifdir, bu qədər. İndi buranı təmizləyək və eyni qaydada yox daha doğrusu, eyni üsulda, amma biraz fərqli olası. Deməli, yenə 3 rəqəmli olduğuna görə 3 dənə kvadrat çəkirik və burada biz 2, 3, 4-dən hər birini bura qoya bilərik. Deməli, bura üçün 3 hal mümkündür, bura üçün də, bura üçün də. Və cavab 27 olası. 3 vur 3, 9, 9 vur 3, 27 cavabı alınacaqdır. Burada əsas məsələ nədir? 3 dənə bu ədədin bütün xanalara yerləşə bilməsi. Çünki məsələn biz 3-ünə də 2-ni qoysaq 222 bir 3 rəqəmli ədəddir və digərlərindən müxtəlifdir, fərqlidir yəni. Deməli cavabımız olur 27.